sanırım klassik olacaq bəlkə də iki fərqli hissə izlədik sözünü. Bu iki fərqli hissə izləməmizin səbəbi nə idi? Mən düşünmürəm açığı Kənan iki fərqli hissə idi. Yəni onun birinci dəqiqələrindən elə planlaşdırmışdıq, diktə eləməyə çalışırdıq. Oyunu qurmuşduq, kontrolda saxlayaq, rəqibi daim pres altında saxlayaq və indi xatırladığım epizodlara 3-4 dəfə oldu ki, pres eləyəndən sonra topu ələ aldıq, yəni götürdük. Orada sadəcə son qərar verməli idi ki, 3-2 qalmışdıq elə epizodlarda, 3-2, 4-2, yəni düz qərar. Orada Sambo olsun, Filipin olsun, indi atların bəlkə də səhv salıram, yəni orada da bir qolla çıxa bilərdik. Amma getdik, Pasterna baş verən senari bir atakla qol yedik qapımızda. Səhv və qol yedik qapımızda. Mən ümumiyyətlə ki, bu günləri biraz xoşlamadığım bir məsələyə gəlmək istəyirəm. Bu hakimliklə bağlı. Özünüz görürsünüz ki, çox oyunlarda, çünki biz Neftçi olaraq biraz hər heç elədikcə, uduzduqca rezultata köklənirik. Cami olaraq, məşqçi olaraq və onun üzərində durmuruq. Amma bu günləri fikirləşirəm ki, biraz idarəçilikdə həddindən biraz yox, artıq böyük bir problemə çevrilmişdi. Mən başa düşürəm. Son vaxtlar üzərimizdə təzyiq çoxdur, həddindən artıq çox danışılırıq. Amma bu səbəb deyil də, səbəb deyil ki, yəni bu komandanın biraz negativ ab-hava yığılıb və bu da kimlərəsə, necə deyim, povod versin ki, yəni istədiklərini eləsinlər. Yəni bu günləri hakimlik deməzdim olan qərarlarda, amma ümumiyyətlə o deyirək hakim oyunu ələ aldı. Və bu günləri bu yox idi, oyunu təmiz itmişdi. Yəni nə qədər də 4-cü referindən danışsaq ki, qardaş, xahiş edirik, çalışın, biz sakit durmuşuq. Görürsünüz, qıraqdan sakitik, istəmirik burada bizi başqa cür qələmə versinlər. Siz deyin, referiyə deyin, həddindən artıq top verən uşaqlar top çiliyib verirlər, belə şeylər bizi tempdən salırlar. Sonra Ağanın o qol epizodunda, əgər, bayaq flashda da dedim ki, əgər bizdə olan o videolar, hansı ki bizdə o planşetdə, CBC ilə baxırıq bizdə, əgər məndə də şübhə var ki, o var otağında olan o şeylər ki, gəlir, siqnallar, videolar. Ola bilər, onlarda başqasıdır. Amma mən biz gördüyümüz o videolarla deyirik ki, o təmiz qol idi. Orada da yanlışlığa, yəni o 2-2-ni həmən dəqiqə eləsəydik, deməli biz qalib də çıxa bilərdik. Təmiz qolumuzu da demək olar saymadılar, amma yenə də deyirəm. Və istəyirsiniz qabaqcadan da üzr istəyək ki, əgər həmən momenti afsay olaraq qoysalar, məsələn, Ağanın ayağına dəydi, biz görmədiyimiz epizod, burada bizi üzr hesab edin, yenə də deyirəm, biz gördüyümüz momentlərə görə. Futbolçulara nə demək olar? 2-0 geridə, çox vaxtlar biz öndə olub qollar buraxmışıq, amma burada geridə və qollar vurduq, heç elədik, qollar vurduq, momentlərə girdik. Sağ olsunlar futbolçular, doğrudan da baxmayaraq ki, son vaxtlar həddindən artıq üzərimizdə hər birinin Neftçidə işləyənlərin üzərində biraz yox əməlli başlı təzyiq var və bunun altından çıxmaq, hər oyuna uşaqları kökləmək və futbolçuların oynamaq, sona kimi oynamaq, doğrudan da haqqını vermək lazımdır bugünkü oyuna görə, sağ olsunlar. Bəli, başa düşürəm, yenə deyəcəklər, danışılacaq, buna mən irad tutmuram. Yəni, bu günlər qalib gəlmədi, Neftçi hökmən qalib gəlməli idi. Yəni, nədən, nəyə sağ ol deyə, nə? Amma mən düşünürəm ki, haqqın verməliyik, futbolçular əlindən gələni elədilər. Sağ olsunlar. Hər bir halda təbriklər, 2-0-dan 2-2. Sarı müəllim, mən bunu hər nə qədər geri dönüş olsa da bitirilmiş xal olaraq düşünürəm, yəni ki, qazanılmış bir xal kimi yox. Avrokuboklardan əlini üzmüş komandanı bu vəziyyətdə belə oyunlara kökləmək məncə biraz çətin olur. Geri dönüşü şərh eləyərdiniz. Bir də deyəsən bəzi oyuncular artıq yay transfer mövsümü yaxınlaşan ərəfədə, mövsümün sonu çatmaqda olan ərəfədə bəzi oyuncular özünü sübut eləməyə çalışır. Bəzi oyuncular isə artıq gördüyüm qədərlə təslim olub və gedəcəyini başa düşə bilər. Yəni bu günləri əgər biz nəinki Neftçidə professionallıqdan danışırıq, professional futbolçuları, professional liqada oynayan futbolçulardan danışırıqsa, heç kimin mən qarışıq aqibətimiz, yəni tutağım ki, gələcəkdə 3 oyundan sonra aqibətimiz bilinmir. Rasim, heç birinin ümumiyyətlə
ixtiyarı yoxdur ki, təslim olsun. Yəni, professionalsan. Bugün sənin məsəl üçün Neftçidən göndəriləcəksənsə, sən də bu günləri futbolun bitəcəksə, deməli elə səninki bura kimi imiş. Yəni, Neftçi və dünyada bu qədər komanda var. Yəni, ən azından burada oynamalısan ki, kimlərinsə rəğbətini qazanasan. Yəni, təslim olmaq heç kimin ixtiyarı yoxdur. Yəni, fikirləşirəm, amma kökləmək düz vurğulayırsan, həddindən artıq çətindir. Kökləmək çətindir. Çünki, yəni, danışıqlarla meydançada göstərilənlər, bunu tək futbolçular yox, ümumi mən qarışıq deyirəm, biraz üst-üstə gəlmədi və biz, məsəl üçün, nəyə köklənirdik, hər oyundan qabaq, hansı məqsədlərə köklənirdik, o biraz bizi üzdü və ondan sonra da yenə də nəyəsə kökləmək mən tərəfdən də onları çətindir. Amma neyək, bu futboldur, bundan da bir dərs çıxartmalıyıq, daha da yaxşı olmalıyıq və dəfələrlə demişəm Rasim, biz öz problemlərimizi bilirik. Və bu günləri oyun başlayanda oturulmuş bir komandaya qarşı oynayırdıq. Düzdürmü? Yəni, orada bundan sonra Neftçini bu gözləyir də, ilin əvvəlindən, məsəl üçün. Yəni, Neftçi digər komandalara baxanda heç kimin xətrinə dəyməsin. Sumqayıt olsun, digər də, indi mən Qarabağa çıxıb şərtinə. Oyuncular ən azından oyunu qoyaq qırağı maliyyəti ilə seçilir də, düzdür ya yox da. Yəni seçilir. Yəni bu günləri eyni şeyi Neftçi otursun, Sumqayıt, kim olursa olsa, heç kimin xətrinə də. Neftçi otursun öz meydançasında, digər komanda oynasın, bu yol verilməz bir şeydir də, düzdür. Fikirləşərsən ki, niyə biz bu qədər məsəl üçün pul veririk də. Yəni bu, istədin, istəmədin belə olacaq. Hə, orada sən nələr eləməlisən, necə müdafiəni yarmalısan. Biz bu problemləri hamısını bilirik. Bilirik, çünki başımıza da gəlib. O cür oynayan komandanın gedişatında, qapında kontratakalar görürsən, biz bu problemləri hamısını bilirik, çox yaxşı bilirik. Sadəcə müddət var, hansını ki, sən həmən dəyişə bilərsən. Müddət də var ki, dəyişə bilmərsən. İnşallah, elə bu problemləri çalışacaq dəyişək, bu problemləri aradan götürək və daha yaxşı komanda olaq. Məqsədimiz budur. Sonra bugünkü oyundan qabaq orta xətt 70-80% yox idi. Yəni zədə səbəbindən. Bu nə dərəcədə çətinlik yaratdı? Sizə birinci sualım budur. Bir də ikinci sualım, artıq etiraf edək ki, Neftçi daha çox növbəti mövsümə hazırlaşmalıdır. Yəni Samir Abbasovun beynində hansı planlar var? Yay növbəti mövsümlə bağlı və necə bir Neftçi vəd eləyir azarkeşlərə? Bütün günü, bax, səhər işimiz, gücümüz, baxmayaraq ki, həftə sonu məsəl üçün kimlənsə oynayırıq da, hansı komandanasa. Amma biz elə o axır keçib ikinci plana, biz gələcəyin planlarını qurmuş, onun üzərində işləyirik. Bu birinci növ, bu heç kimə sekret deyil də, bu oyuncularla bağlıdır, axtarışlardır, stafın axtarışlarıdır, kollektivdə nələri daha yaxşı eləyə bilərik. Planımız budur, bunu düz deyirsən ana. Orta sahaya gələndə bu günün problemi deyil ki, anada. Hansı oyuna bir heyətinə çıxmışıq ki? Hansı oyuna çıxmışıq ki bu günləri? Belə baxanda, ümumi baxanda bu qədər futbolçu var, uzağa getməkdə ortada nə qədər futbolçumuz var. Amma təsəvvür elə, son oyunda Emin Mahmudov ola bilər ki, sezonu bağladı. Sezonu bağladı. Nədir? Uzun müddət 2 ayda oynamamışdı. Həddindən artıq çox güc sərf elədi və ayağında indi yaşla ola bilər, bəzi bilmirəm nədən irəli gələ bilər. Ola bilər, Allah eləməsin sezonu. Ondan əlavə Rio belə, Quza belə, Emin Mahmudov belə, Səfərov da belə çiyini operatsiya. Təsəvvür edirsən, belə baxanda, ümumi baxanda 6-7 nəfər var. Amma sastav quranda bir problem üzləşirik və dəyişikliklər olanda bir problemlə üzləşirik. Bu, birinci gündən belədir, Bu, bilmirəm, nə hikmətdirsə başımıza gəlir. Sən təsəvvür elə, ana, birinci məşqə başlamışam, bu komandadır, valla. Bu şikayət deyil, bu dərdini bir nəfərə söyləməkdən başqa bir şey deyil. Birinci məşqdən sonra sabahsı gün 2 nəfər gəldi, 15 gündür biri Xorvatiya getdi, Filip Azoviç Şinyaşiçki də Amerika getdi müalicəyə. Təsəvvür etsin, birinci məşq.
yarısı da millidə idi. Azər Salahlının da həmən məşqdə ayağı qırıldı, 2 aylıq getdi. Yəni bu vasitələrin davam edən proses deyil, bu illəri də ən çox baş sındırdığımız heyət quranda belə şeylə bu problemlərlə üzləşmişik. Baxmayaraq ki, heç bir oyundan sonra bunu dilə gətirməmişik, amma bunu yaşamışıq. İnşallah ki, inşallah bayaq dediyim var bu planlar. Bu planları da belə ilin əvvəlindən qurmalıyıq ki, artıq götürdüyümüz oyunçular ən azından belə problemlər yaşamayaq. Belə problemlər yaşamayaq. Samir, bir çoxları həmişə deyir, uğursuz nəticələrin ardından ki, Samir Abbasov bu komandaya gələndə hansı vəziyyətdə olduğunu bilirdi, bunu bilib gəlmişdi. Amma daha əvvəl bu komandanı çempion eləmiş bir sıra komandaları uğura daşmış bir məşqçi kimi ən azından bu qədərini gözləyirdiniz yəni. Gözləyirdim. Bilirdi nə var, nə yox və düz də deyirlər, bilirdik hara gəlirdik. Hə, mən demirəm ki, bilmirdik. Nə olsun, bilirdik. Bilirdik və nələr olacaqsa onları da bilirdik. Nələr olacaqsa deyəndə ki, nə bizi gözləyir, nə eləməliyik, bunları da çox yaxşı bilirdik. Yenə də deyirəm. Amma çox ondan da yaxşı bilirdik ki, nələri həmən dəyişə bilərik və nələri bir müddət lazımdır dəyişmək. Bunu da bilirdik. Və bunu da bura gələndə insanlarla oturub, necə deyim, hər şeyi dərk eləyib, o insanlar da bizi bura gətirənlər, biz də bunu dərk eləyib, hər şeyi müzakirə eləmişik. Əlbəttə müzakirə eləmişik. Və bilirdik. Yəni, demirəm ki, bilmirdik. Amma yenə də deyirəm, Rasim, istəyimiz nə idi? Daha da yaxşı olaq. Yaxşı olar. Yəni, mənə həmişə soruşanda ki, məsəl üçün, ilin əvvəlində bu bir məşqçi olaraq gətirən yerdə həmişə siz də bu komandanın bir şeylər eləmək olar. Mən deyirəm, o qədər hal belə yaşanıb ki, nəinki məndə, digər məşqçilərlə də oturub danışanda, məsəl üçün, bir futbolçu haqqında fikir bildirirsən, qıraqdan baxdığa görə. Çünki sən azərkeş kimi. Amma sənin yanına düşəndə, işləyəndən sonra elə şeylər şok olursan ki, yəni ki, mümkünlü deyil də, düzəltmək mümkün deyil. Belə bir şeylər də futbolda var. Təkrar edirəm, başımı da ağrıdıram. Bunu həmən də düzəldə bilərəm, yayda da düzəldə bilərəm. Bunlar hamısı sezilmişdi, danışılmışdı, bilinir və biz də bu işimizi daha da yaxşılaşdırmağa doğru gedirik inşallah.